أشهد أن محمدًا رسول إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قل الله أعبد مخلصا له ديني صدق الله العظيم قال رسول الله صلى الله عليه وسلم إن الله لا يقبل من عمله إلا ما كان له خالصا وابتغي به وجهه. Esselamu Aleyküm değerli Müslümanlar. Uca Allah'a hamdü senalar olsun. Resulullah sallallahu aleyhi ve selleme salat selamlar olsun. Sizlere ve özme uca Allah'a karşı təqvalı olmağı ve Resulullah sallallahu aleyhi ve sellemin yolundan getmeyi tövsiye edirəm. Etdiyim nəsihətlər öncə özmə, sonra siz değerli kardeşlermadır. Möhtərəm müminlər, İslamdan əvvəl cahiliyyə zamanında yaşayan Ərəb toplumu şirk bataqlığına batmış, insani və əxlaqi keyfiyyətlərini itirmiş, haqq və ədalətdən uzaqlaşıb, inanc və etiqad yönündən böyük bir boşluğa düşmüşdür. Eyni ilə dindən uzaq olan bütün toplumlar bu şəkildə zəlalət içindədirlər. Allah-u Teala da belə toplumları və mənəvi dəyərləri inşa etmə yolunda Peyğəmbərinə göndərdiyi kitab-ı mübin olan Qur'anla haqqı batildən, doğrunu yanlışdan ayıran meyarları bizə çatdırmışdır. Məhz bu gün xütbəmizdə Qur'anda bizə çatdırılan inanc, gərəksə qulluq və ibadətlərlə bağlı əməllər düz və ya batil olduğunu açıqlayan təməl dini ölçülərdən biri olaraq qarşımıza çıxan ixlasdan bəhs edəcəyik. Etdiyimiz əməllərin ölçüsünü və dürüstlüyünü açıqlayan ixlas nədir? Dəyərli cəmaət, ixlas lüğətdə təmizlənmək, saflaşmaq, qurtulmaq mənasındakı xulus, xalis kökündən törənib, bir şeyi içinə qarışmış və dəyərini salmış olan başqa pisliklərdən təmizləyib, saflaşdırmaq mənasındadır. İxlas, ibadət və yaxşılıqları riyadan təmizləyib, sadəcə Allah üçün etməkdir. İslamın iki təməl qaynağı, Qur'an və sünnədə ixlas və səmimiyyətə böyük dəyər verilir və onun tərsi olan riyadan da çəkindirilir. Məsələn, sırf göstəriş məqsədi ilə namaz qılanlar, yəni biri kənardan sənin namazına baxdığını fərq edirsən, namazını daha da gözəlləşdirirsən. Bu nə təqvalı birisidir, nə gözəl ibadət edir, rükusunu, səcdəsini uzun edir, desinlər deyə edənlər, sonra sədəqə verənlər, hamı məni görsün, məni sevsin, məni tərifləsin, mənə cömert desinlər deyə edənlər, din, vətən uğrunda savaşa qatıranlar, mənə, aləmə hamı hörmət etsin, məni tərifləsin, sən nə yaxşı mücahidsən desinlər deyə edənlər, Qur'an və sünnədə qınanmışdır. Necə ki, Resulullah sallallahu aleyhi və səlləm bu cür insanların etdiyi əməllərin heç bir qarşılıq görməyəcəklərini, hətta bunun öz əleyhilərinə dönəcəyini bu hədis şərifdə bəyan edir. Allah-u Teala qiyamət günündə insanlara əməllərinin qarşılığını verərkən göstəriş üçün ibadət və xeyir əməllər edənlərə, ey yalançılar, dünyada əməlləriniz göstəriş olsun deyə kimin üçün etmişdinizsə, gedin qarşılığını ondan istəyin, görək ala biləcəksinizmi şəklində xitab edərək onları huzurdan qovacaqdır. Başqa bir nəsiyyətində isə Nəbi sallallahu aleyhi və səlləm belə buyurur. Allah sadəcə səmimi bir şəkildə və öz rızası üçün edilən əməlləri qəbul edər. Əziz müsəlmanlar, ibadətlərin ruhu ixlasdır. İxlassız əməlin bəndəyə heç bir xeyri yoxdur.
Hər şeyə dəyər qazandıran ixlasdır. Ariflər çox ibadətlə deyil, ixlaslı ibadətlə qurtuluşa çatmağın mümkün olduğunu bildirmişlər. İxlas imanın nişanəsi, həmçinin özüdür. Sahabədən biri Resulullah sallallahu aleyhi və səlləmə "Ya Resulallah, iman nədir?" sualına Resulullah sallallahu aleyhi və səlləm "İman ixlasdır" deyə cavab vermişdir. Allah-u Teala Qur'an-ı Kərimdə müminlərə ibadətləri edərkən ona şərik qoşmamalarını və müxlis olaraq ibadət etmələrini istəyir. Buyrulur ki: وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللّٰهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ. Halbuki onlara dini yalnız Allah'a məxsus edərək, ixlasla və hənif olaraq Allah'a şərik qoşmadan ona ibadət etmələri, namaz qılmaları və zəkat vermələri əmr olunmuşdur. Başqa bir ayət kərimədə isə قُلِ اللّٰهَ أَعْبُدُ مُخْلِسًا لَهُ دِينِ De, mən dinimi yalnız Allah'a məxsus edərək, ixlasla ona ibadət edirəm buyurulmuşdur. Dəyərli cəmaat, hər zaman niyyətlərimizi və əməllərimizi yoxlayağın. Riya qarışmış niyyət və əməllərimiz varsa düzəltməyimiz lazımdır. Şeytan bizim düşmənimizdir. Heç bir zaman savab qazanmağımızı da istəməz. Ayət kərimədə buyurulur ki: قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ إِلَّا عِبَادِكَ مِنْهُمُ الْمُخْلَصِينَ. İblis dedi: Sənin izzətinə and olsun ki, onların hamısını mütləq haqq yoldan azdıracağam. Ancaq onlardan ixlaslı olanlar, sənin rızan üçün iş görənlər bundan istisnadır. Bu ümmətin düşəcəyi ən təhlükəli xəstəliklərdən birini bizə Nəbi sallallahu aleyhi və səlləm belə xəbər verir. Ümmətim üçün gizli şirk və şəhvətdən çox narahatam. Sahabədən bəziləri sizdən sonra da bu ümmət Rəbbinə şərik qoşacaq sual verirlər. O da Resulullah sallallahu aleyhi və səlləm belə cavab verir: Bəli, amma bu şirk günəşə, aya, daşa və bütə ibadət şəklində deyil, ibadətlərini riya şəklində edəcəklər, başqalarına göstərmək üçün edəcəklər cavabını vermişdir. İxlas ilə ibadət kişinin qul olaraq yeganə hədəfi olmalıdır. Yəni edilən ibadətlərdə yalnız və yalnız Allahın rızası əsas məqsəd edilməlidir. Allah-u Teala bütün iş və əməl davranışlarımızda dini özünə xas edərək ixlasla ibadət edə bilməyi, şirk, riya, göstəriş və pis xislətlərdən qaçınaraq son nəfəsimizə qədər salih əməllərlə dolu bir həyat yaşaya bilməmizi cümləmizə nəsib və müəssər eyləsin. Ələ innə əhsənəl kələm və əbləğən nizam kələmullahil məlikil əzizil əllam kəmə qalallahu təbarək və təalə fil kələm və izə quriəl Qur'anu fəstəmi'u ləh və ənsitu ləalləkum turhamun. Ə'udhu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnəd-dīne indəllahil İslam.